Yani bugün Türkiye için son derece ciddi bir riskli dönem var. Yani orada o meydana çıkan insanlar, milyonlarla insanlar, bunlar oldukça büyük riskler yaradır. Böyle sade bir şey değil. Yani bu münaqişəni, burada münaqişələr ola bilər, təxribatlar ola bilər, hər şey ola bilər. Hətta dünən gördünüz, İstanbul meriyasına hücum oldu, təxribatlar oldu, müəyyən nələri dağıtdılar. İndi Allah eləməmiş, bu bütün böyük şəhərlərdə belə şeylər baş verə bilsə, görün ölkədə nələr baş verir. Və yaxud da Türkiyənin lirəsi nə qədər qısa bir müddətdə qiymətdən düşdü. Amma yenə dövlət müəyyən tədbirlər gördü. Hətta mən dünən ekspertlərin bir mövqeyini izlədim. Deyirlər ki, son bu qısa bir müddətdə Türk dövləti 10 milyard dollar deyək ki, bazara pul çıxartdı. Yəni bununla o Türk lirəsini ucuzlaşmaqdan, inflyasiyadan qorudu. Qısa bir müddətdə 10 milyard dollar deyək ki, bazarda yəni dollar satıldı ki, bu lirə öz dönərliyini itirməsin. Yəni inflyasiya ucuzlaşmasın. Yəni bu Türkiyə həyatı üçün, iqtisadiyyatı üçün böyük hadisələr törədə bilər.